Allah səbir versin. Çox çətin, dözülməz bir dərddir. Bu dərd elə bir dərddir ki, bu heç vaxtda sağlam bir dərd deyil. Şəhidimizin körpə evlatları var. Ən çox acı çəkən, travma alan da ki, körpə atasız böyüyən balalardır. Ruhu şad olsun şəhidlərimizin, amma onu da deyim ki, çətin də olsa bir qəhrəman evladı yetişir. Çətin də olsa bu vətən üçün canından keçən bir insanın evladı yetişir və hamının bir ömür boyu onlara hörmət və ehtiram olacaq. Çox şey danışmaq olar. Allah ruhunu şad eləsin. Çətin. Cem şəhidlərə. Amin. Amin. Müjdən xəbərlərlə gəlmişəm. Onu demək istəyirəm ki, qızın ali məktəbə qəbul olub. Balaca körpə Nalavoya qədəm qoyub. Gözün aydın olsun. Xəbərlərini gətirmişəm. Deyirdim mən olmasam. Bu işleri kim edecek? Ama sen yoksan her şey kaydasında gider. Bu indi olmayan canına, arzuların reyinde kalan canına kurban olum ayvalar. Kızım kaça. Mektepten çıkıp özüm atamın eline gitmesem yüreğim partiyar deyip özünü evine çattırıp özünü sana çattırıp bu yere gününe kurban olun balam. Sen bunların arka dayağıydın. Sen bunları en yüksek seviyede görmek istedin. Ama görebilmedin. Birinci torpağın altında çürüyen canına kurban olun. Birinci adına kurban olun. Birinci kanınla, canınla. Tarih yazan canına kurban olun. Balam Layla, balam Layla, balam Layla. Baksız küçük balam Layla, balam Layla. Arzular yüreğinde puç olan balam Layla. Ha kurban. Sözüm çoktu diyebilmeyeyim, yüreğim partlayır. Elə bir onu bilirəm ki, müjdələrini çatdırdım və salam. Şəhidlərin hamısına qurban olun. Biz şəhidlərin bütün Azərbaycan şəhidlərinin anasıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Qazilərimizə can sağ. Ne demek? Bugün biz burada Oğuz Turan şehit aileleri birliği olarak Osman Babanın ölüm merasimine gelmişiz. Valideynlerin yanında olmak derdine şahit olmak. Yine onlar. Hayatın özün qayda qanunları var imiş. Bu kimdən saxsıl değilmiş. Kimsə ixtiyar sahibdə deyil ki, nasıl eləsin. Bugün dediğin o xəbərlər bana təsəlli içində. Onun heç demək ki, nəzarətsizdir. O özü hər bir şeye nəzarət edir. Həmişə yanımızdadır. Onlar özləri köməkli sayəsindədir. Onları dərk edib, onlara qiymət vermək lazımdır, dəyər vermək lazımdır ki, bunlar nə üçün verilirlər, nəyə görə verilirlər. Bununla bir məclisdə idik, orada aparıcı bir söz dedik ki, 300 ildir Nazik Şahdan sonra Azərbaycan tarixində qələbə yazan olmuyor. Bu 20-ci ildə olan hadisədən sonra dönüş yaranıqda Ali Başkomandan rəhbərliyi altında Gümrük ətrafında birləşdilər, vətənpərvər olanlar, mərd, cəsur, qorxmaz, heç nə fikirləşmədən birləşdilər. Bunlar millətin bütün ayaqlanmış, nəyi var isə taxtalanmış, kafirlərin əlinin altında qalmış olanlardan rəb elədilər, buyruğumuzu qaldırdılar. Ali Başkomandanın dəfələrlə çıxdıqlarında etiraf edib ki, onlar nəinki bizim ərazi bütövlüyümüzü, itirilmiş torpaqlarımızdan qaytardılar.
Onlar bizim sınmış qürurumuzu da bərpa elədilər. İndi belə evlatlar hər ailə qismət olmur. Ruhları şad olsun onların. Onlara belə kədərlə, qəm qüsurla qarşılamaq lazımdır, ağlamaq lazımdır daha. Onlar istədiklərini elədilər. Bugünkü günün şəraiti yaradıblar. Bugünkü gündə yaşayanlar hər biri ocağı ziyarət eləsinlər. Bugün kəndimizdə, elimizdə olan nümayəndələr get-gedə bir vaxtı çox idi. İndi başımıza yalanlar. İndi get-gedə azalır. Bunlar da Allah insaf versin. Onlar da bizim hamının dərdidir. Gəlib yad edenlər də sağ olsunlar. Ruhu şad olsun şəhidlərimiz. Amin. Bütün şəhidlərin yeri cənnət məqamları çatımız olsun. Ruslan balam da ruhu şad olsun. Allah ailəsinə səbr versin. Bütün şəhidlərimizin yeri cənnət olsun. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, məqamları uca olsun. Allah ruhunu şad etsin, Allah səbir versin. Allah ondan aldığı ömrü evlatlarına versin. Amin. Cəm şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Ata-analarına səbir versin. Allah qazilərimizə can sağlam versin. Ordumuza Allah versin. Erməni millətçilərinin 19-cu əsrin ilk illərindən başlayaraq Çar Rusiyasının, Sovet Rusiyasının və 20-ci ildən etibarən əsrin əvvəllərindən etibarən, 20-ci əsrin əvvəllərindən etibarən Azərbaycana qarşı həyata keçirdikləri işğalçılıq, soyqırımı, deportasiya, etnik təmizləmə siyasətinin davamı olaraq 20-ci əsrin 80-ci illərindən etibarən 200 il tarixi əhatə edən işğalın davamı olaraq Qarabağımızın işğalı istiqamətində ermənilərin həyata keçirdiyi siyasətə qarşı, işğalçılıq siyasətinə qarşı Sovet dövlətinin dəstəyi ilə, hərbi siyasi dəstəyi ilə həyata keçirdiyi işğalçılıq siyasətinə qarşı ədalətli müharibədə 1988-ci ildən başlayaraq 2024-cü il tarixə qədərki dövrdə vətənimiz uğrunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün sürəli təmin edilməsi uğrunda gedən müharibədə qəhrəmanlıq, igidlik, cəsurluq, döyüşkənlik, vətənpərvərlik nümayiş etdirərək ən yüksək zirvəni fəth etmiş, müasir Azərbaycan dövlətinin zəfər tarixini yazmış, müasir Azərbaycan dövlətinin 20 ili tarixini əhatə edən bir dövrdə Azərbaycan prezidenti, müdrik rəhbərimiz Heydər Əliyev siyasətinin ən layıq davamçısı Cənab İlham Əliyevin siyasi fəaliyyətinə, onun 20-li fəaliyyətinə yüksək səviyyədə dəstəyini ifadə edərək, dəyərləndirərək, qiymətləndirərək Azərbaycanımızın bugün üçün, gələcəyi üçün, sabahı üçün Azərbaycan Respublikasının dünya miqyasında layıqlı yerdə dayanması üçün Azərbaycan xalqının və dünyada yaşayan Azərbaycanlıların Türkdə Türk dünyasının, tərəqqipərvər bəşəriyyətin baş ucalığını daha da yüksək səviyyədə təmin etmək, özünə qaytarmaq məqsədi ilə canlı qurban vermiş hər bir şəhidimizə, o cümlədən bugün anın il dönümünə yığışdığımız Ruslan Şəxsəddinoğlu Quliyevə Allah rəhmət eləsin. Hər bir şəhidimiz Azərbaycanımızın müasir tarixini yazıblar. Azərbaycanımızın müasir tarixinə milli qəhrəman olaraq, vətən müharibəsi qəhrəmanı olaraq, əsl xalq qəhrəmanı olaraq daxil olmuşdur. Ona görə ki, onlar 200 illik tarixdə heç bir dövlətin, heç bir xalqın icra edə bilmədiyi məsələləri Azərbaycan prezidentinin siyasətinə dəstəkləri ifadə edərək 44 gün ərzində bu məsələni həll etmişlər. Yəni ki, bunların hamısı hər bir Azərbaycan vətəndaşında olan vətənpərvər ruhun, vətənə məhəbbətin, Azərbaycan xalqının qəhrəmanlıq tarixində bunların xüsusi yerin olmasının təsdiqidir və sübutudur. Xüsusi olaraq qeyd eləmək lazımdır ki, Sovet dövlətinin şəxsində ermənilər 1985-ci illərdən başlayaraq
özlərinə böyük himayədar tapmışdılar ki, yəni 20-ci əsrin əvvəllərində Qarabağ problemini, Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində həyata keçirdikləri siyasət öz nəticəsini vermədiyinə görə, yəni muxtariyyət əldə etməklə kifayətlənməyərək Qarabağın Ermənistana birləşdirilməsi üçün, işğal edilməsi üçün Qarabağın şəxsində özlərinə böyük himayədar tapdılar və Qarabağ probleminin Ermənistanın xeyrinə həll edilməsi istiqamətində həyata keçirilən siyasətə qarşı ciddi müqavimət göstərən, mübarizə aparan, hələ 1964-cü illərdən başlayaraq 87-ci qədərki dövrdə vəkil mövqedə olan Heydər Əliyevin Moskvada vəzifədə qərarlaşdırılmasından sonra ermənilər Azərbaycana qarşı işğalı həyata keçirmişlər. Yəni, xüsusi olaraq qeyd eləmək lazımdır ki, əgərləri müasir Azərbaycan dövlətinin qurucusu banisi, Azərbaycan adı Şah Həsənin müəllifi, dünya miqyaslı şahsi xadim, SSR-nin idare etmə qabiliyyətinə malikdir, dünyanın idare etmə qabiliyyətinə malikdir. Heydər Əliyev hakimiyyətdə olardısa və yaxud da ki, Ermənistanın rəhbərləri, erməni millətçiləri Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində Sovet dövlətinin mövcudluğu şəraitində milli dini zəmində münaqişələr törətdilərsə, onda həmin dövrdə siyasi büro qərar qəbul edərdi və müasir Azərbaycan dövlətinin qurucusu banisi Heydər Əliyev Azərbaycana ezam olunardı. Yəni siyasi büro bütün məsələləri xalqın xeyrinə, milli məsələləri müzakirə edir. Yəni Qarabağ probleminin Azərbaycan xalqının xeyrinə həll edilməsi üçün, ermənilərin işğalçılıq siyasətinə son qoyulması üçün qərar qəbul edərdisə və həmin dövrdə Azərbaycana 14 rəhbərlik etmiş Heydər Əliyev Azərbaycana ezam olunardısa, Azərbaycanda olardısa və siyasi büroda Qarabağla bağlı yaradılmış komissiya rəhbərlik edərdisə, Qarabağın işğalı baş verməz. Yəni 88-ci, 94-cü illər arasında ermənilərin cürəti çatmazdı ki, Qarabağı işğal etsinlər. Və bu məqsədlə də Heydər Əliyevin Qarabağın dəstəyi ilə hakimiyyətdən uzaqlaşdırılmasına nail oldular. Yəni qeyd eləmək lazımdır ki, bu müharibənin baş vermə səbəbləri barəsində bunları sizin nəzərinizə çatdırmaq istəyirdim ki, həmişə siyasi büro Heydər Əliyevin siyasi savadından, qabiliyyətindən, diplomatik gedişlərindən, dünya miqyasında siyasi mövqeyindən, diplomatik gedişlərindən, mövqeyindən, nüfusundan Sovet dövlətinin maraqları üçün səmərəli istifadə etmişdir. O cümlədən 1984-cü ildə Heydər Əliyev SSR Mərkəzi Komitəsi Siyasi Büronun qərarı ilə Suriyada dövlət çevrilişinin qarşısını almışdı. Yəni ki, əgərləri siyasi büro qərar çıxardardısa ki, Azərbaycanda Heydər Əliyev rəhbərliyi ilə Qarabağ problemi Azərbaycanın xeyrinə həll edilsin, onda qərar qəbul edərdi ki, Heydər Əliyev Azərbaycana siyasi büro tapşırığı ilə Azərbaycana ezam olunsun və bu məsələ öz həllini tapsın. Ona görə də Sovet dövlətinin bu məsələdə marağı olmadığına görə və məsələni Heydər Əliyevin siyasi bürodan uzaqlaşdırılması məsələsi gündəmə gətirmişdir. Məsələni tamamilə Ermənistanın xeyrinə həll etmək, Qarabağın işğalını tamamilə rəsmiləşdirmək üçün Heydər Əliyev Azərbaycanı ezam etmək əvəzinə Mərkəzi Komitənin şöbə müdürü Volskini Qarabağa rəhbərlik göndərir və Qarabağı birbaşa Moskvanın tabiçiliyinə yönəldir. Beləliklə də Ermənistanın, erməni millətçilərinin, Qarabağın ətrafında olan ermənilərin dəstəyi ilə Qarabağın işğalı baş vermişdir. Və bu məsələ baş verməsəydi, 2-ci Qarabağ müharibəsi də baş. Yəni torpaqlarımız işğala məruz qalmasaydı, onda biz 2-ci Qarabağ müharibəsinə başlamazdıq. Yəni ki, və şəhidlər də verməzdik. Yəni Azərbaycanımızın bu gününə gələcəyində ağır zərbələr indirilməzdi. Yəni ki, 15.357 nəfər Azərbaycan ordusu şəhid vermişdir, yəni bu müharibələrdə. Yəni ki, 3.425 nəfər mülki şəxsimiz şəhid olmuşdur. Yəni demək istəyirəm ki, Azərbaycan Respublikasının ərazilərinin, ərazi bütövlüyünün təmin edilməsi
istiqamətində siyasi büro, yəni SSR-in mövcudluğu şəraitindən söhbət açıram, heç bir əməl addım atmamışdır. Yəni Azərbaycanın torpaqlarının işğala məruz qalması üçün Mərkəzi Komitədə, Siyasi Büroda Heydər Əliyevin izolasiya şəraitinin saxlanılması və ona qarşı olan şəxslərin, anti-milli unsurların və eyni zamanda ermənipərəst zarələrin Azərbaycanda hakimiyyətə gətirilərək erməni işğalına zəmin yaratmaq məqsədi ilə bir sıra siyasi xəttlər həyata keçirilmişdir və bugün çox şükür ki, bu cür qəhrəman igid oğulları sayəsində Azərbaycan Prezidentinin 2003-cü ildən etibarən həyata keçirdiyi, müdrik rəhbərimizin siyasətinin davamı olaraq həyata keçirdiyi uğurlu sürülmüş daxili və xarici siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü suvereni təmin etmiş. Yəni beynəlxalq təşkilatların, dünya ölkələrinin, 5-dən böyük olan ölkələrin Azərbaycanın problemlərini həll edə bilmədik halda Azərbaycan Prezidenti özünün uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycan xalqının dəstəyinə, bu cür oğullarımızın qəhrəman ruhda böyüməsinə, vətənpərvərliyinə, döyüşkənliyinə çox böyük ümidlər bəsləyərək Azərbaycan torpaqlarının ərazi bütövlüyünün təmin edilməsi üçün özünün səlahiyyətlərindən istifadə edərək əsgərlərimizə əmr vermişdir. Və bu döyüşlərdə şəhid zirvəsini fəth etmiş hər bir şəhidimizə Allah rəhmət eləsin, onları qəhrəman ruhda böyüdən atalara, analara can sağlığı versin. Həqiqətən Cənab Prezident o çıxışlarında qeyd etmişdir ki, biz bu böyük qələbəyə görə şəhidlərimizə borçluyuz. Tovuz Turan Şəhid Ailələri Birliyi, hörmətli Elvan müəllim başda olmaqla, hörmətli xanım Gülnaz xanım olmaqla üzərinə düşən vəzifələrin ötəsində layiqincə gəlirlər. Şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolu barəsində, qəhrəmanlıq tarixi barəsində, onların müasir Azərbaycanın zəfər tarixinin yazılmasında, qəhrəmanlıqları barəsində gənc nəsilə məlumatların verilməsində çox böyük fəallıq nümayiş etdirirlər. Və mən də bildirmək istəyirəm ki, Tovuz Turan Şəhid Ailələri Birliyinin təcrübəsindən bütün rayonlarda səmərəli şəkildə istifadə olmalıdır ki, müasir dövrümüzdə, Cənab Prezident də qeyd elədiyi kimi, hələ müharibələr bitməmişdir. Biz tamamilə hər dəqiqə, hər saniyə hazır vəziyyətdə olmaq. Ona görə də gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün Ruslan Şəxsəddin oğlu Quliyev kimi qəhrəman oğullarımızın qəhrəmanlıqları barəsində, vətən qarşısında əvəzsiz xidmətlərinə görə bu cür zirvəni fəth etmələri barəsində geniş və əhatəli məlumatlar verməliyik. Allah ordumuzu qorusun, Allah xalqımızı qorusun, Allah Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, müasir müstəqil Azərbaycan dövlətinin 20 illik tarixi qüruf yaratmış, tariximizə qurtuluş dahisi xilaskar o daxil olmuş, xalqımızın milli qəhrəmanı Cənab İlham Əliyev qorusun. Onu da qeyd edeyim ki, qəhrəman şəhidimiz Ruslan Şəxsəddinoğlu evli idi, vətənə bizlərə əmanət 3 igid balası var. Allah onları qorusun, Allah valideynlərinə səbir versin.